Titan sualtı aparatının qəzası layihələndirmə səhvi səbəbindən baş verib. Oxu Azın Gazeta Ruya istinadən məlumatına görə bu barədə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının NTSB hesabatında bildirilir. Araşdırma zamanı qurumun mütəxəssisləri batiskafın gövdəsinin zəruri möhkəmlik və davamlılıq tələblərinə cavab vermədiyini müəyyən ediblər. Titanı istismar edən Ocean Gate şirkəti sualtı aparatın sınaqlarını keçirmədiyindən bu barədə məlumatı olmayıb. Hesabata görə, batiskafın gövdəsinin mərkəzi hissəsini təşkil edən borunun hazırlandığı karbon lifi qatlara ayrılıb. Vəziyyət mənşəyi məlum olmayan əlavə zədələr səbəbindən daha da ağırlaşıb. Bu səbəbdən aparatın daxili konstruksiyası zərər çəkib. Xatırladaq ki, avqustun əvvəlində ABŞ Sahil Mühafizəsi 18 iyun 2023-cü ildə göyərtəsində milyarderlərin olduğu Titan batiskafının qəzasının səbəblərinə həsr olunmuş araşdırmanı dərc edib. Komissiya belə nəticəyə gəlib ki, texniki mütəxəssislərin əsaslı narahatlıqlarına diqqət yetirilsə və gəmiyə lazımi xidmət göstərilsəydi, fəlakətin qarşısını almaq olardı. Qəzada günahkar Titanı istismar edən ABŞ-ın Ocean Gate şirkəti hesab olunub. Hadisə zamanı Ocean Gate-in təsisçisi milyarder Stockton Rush da daxil olmaqla 5 nəfər həyatını itirib.